Salam əziz şagirdlər, əziz abituriyentlər, xoş gördük sizləri. Demək, bugün sizinlə 2025-ci il test toplusundan, belə deyək, rasional kəsirlər bölməsindən 32-ci sualın izahına baxacağıq. Sualda bizə deyilir ki, n-in neçə tam qiymətində bu kəsirinin qiyməti tam ədəddir. Demək, biz bunu belə deyək də, öncə bu işləri görmək üçün kəsirin sürətini və məxrəcini vurğulara ayırmağımız lazımdır. Kəsirin sürətini və məxrəcini vurğulara ayırsaq n+2, n+5 və burada müəyyən sadələşdirmələr aparsaq, yəni ixtisarlar getsə, burada qalacaq 9 bölünsün n+5 şəklində. Yəni bir sözlə belə deyək ki, bizə verilən ifadəni ən sadə formaya gətirib ondan sonra m-in qiymətlərini axtarmalıyıq. Buradan görünür ki, bu tam qiymət alması üçün, bu son ifadə tam qiymət alması üçün deməli 5 burada, yəni n+5 9-un bölənləri olmalıdır. Yəni -9, n+5 bərabərdir -3, buradan n+5 bərabərdir -1, n+5 bərabərdir 1, n+5 bərabərdir 3, bir də n+5 bərabərdir 9 ola bilər. Və bunların hər birini həll eləsək, m-ə qiymətlər alacağıq -14, növbətini həll eləsək, n bərabərdir -8, növbətini həll eləsək, n bərabərdir -6, daha sonra n bərabərdir -4, burada n bərabərdir -2 və sonuncudan n bərabərdir nədir? -4 qiymətini alırıq. Və aldığımız bu qiymətlərə fikir versək, yəni ilk baxışdan görürük ki, biz axtardığımız qiymətlərin sayı 6-dır. Amma məsələnin özünə diqqətlə baxsaq, görərik ki, n bərabərdir 2 qiyməti, -2 qiyməti üzr istəyirəm. Bu kəsirin məxrəcini, yəni buranın məxrəcini sıfıra çevirəcək. Və ona görə də -2 qiymətini oradan çıxsaq, deməli cavabımız 6 deyil, olacaq 5 olacaq. Videonu diqqətlə izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.